Herkese salam. Bugün alkenlərin davamını izah edəcəm. Deməli 106-cı sualdan başlayırıq. Deyir sisraz izomeliyə malik hansı birləşmə? Birləşdikdə deməli əsasən üçlü spirt alınır deyir, düzdürmü? Aşağılar biz üçlü spirt nə deməkdir? Yəni OH birləşən karbon OH birləşən karbon bu sudur. Deməli, sisraz izomeliyə malik hansı birləşmə su birləşdirsə üçlü spirt alınır. Yəni OH birləşən karbon 3 karbonla birləşirsə, bu zaman üçlü spirt alınır. Biz su birləşəndə nə edirdik? H1-nə OH-da 1-nə yazırdıq, düzdürmü? Gəlin baxın A-ya baxaq. Yenə bax, bura bir hidrogen yazaram H2. Burada bir OH yazaram. Həqiqətən də OH neçə karbonla birləşir? OH birləşən karbon 3 karbonla birləşir. 1, 2, 3. Baxın, buradan bir dəfə yazıram. CH3, bir xət CH, 2 xət karbon, CH3, CH2 və CH3. Mən bunun üzərinə su gəlirəm. Su da nə deməkdir? HOH deməkdir. Bunu belə yazım. Və bu 2 qat xət görürsünüz, bax bu hissə. Bunu mən sarı eləyim. Qalın görəcəm. Aha. Və bu hissəni görürsünüz. Mən bu hissəyə yazıram CH3, yəni 2 qat qırılır əlbəttə ki. Bura bir hidrogen yazıram, olur CH2, bir xət qaldı, aşağı bir CH3, yuxarıda bir OH birləşdirirəm, bura CH2, davamında olduğu kimi yazıram, burada bir CH3. Baxın, OH birləşən karbon, bu karbondan söhbət gedir. Neçə karbonla birləşir? 3, 1, 2, 3. Ona görə üçlü spirt alınır. Cavab 106-da A variantı. Baxaq 107. Etilin üçün hansı ifadə doğru deyil? Deməli, net fraksiyaların kreking və piroliz proseslərindən əmələ gəlir. Bəli, krekingdən piroliz proseslərindən əmələ gəlir. Kreking nə deməkdir? Məsələn, C4H10 parçalanır da C2H4-də, həmçinin C2H6, yəni alkana, alkena. Hidratlaşmasından etil spirt alınır. Bəli, dedik axı, ümumiyyətcə etil necə yazılır? CH2, 2 xət, CH2, düzdürmü? Və üzərinə su gələndə birini hidrogen birləşdirir, birinə OH baxın, CH2, CH2. Hidratlaşma deməkdir, üzərinə su gəlmək deməkdir. Bu zaman pi qırılır, birini hidrogen birləşdirirəm, olur CH3, birinə də OH birləşdirirəm. Bax bu. Bu da etil spirtidir, B düzdür. Katalitik birləşməsindən etilen oksid alınır. Bəli, katalitik birləşməsindən etilen oksid alınır. Hidrogenləşdikdə etana çevrilir. Bəli, çünki etilen C2H4-dür. Hidrogenləşəndə, yəni üzərinə hidrogen gəlir, olur C2H6. C2H6 da alkandır, yəni etandır. Fizozomerliyi mövcuddur, xeyr. Çünki, baxın, bu bizim etilenimiz. Bunun nəyə görə fəzli izomerliyi yoxdur? Fəzli izomerliyi ümumiyyətcə sistraz izomerliyidir. Sistraz izomerliyi o zaman olur ki, fərqli radikallar olsun. Baxın, ikisi də hidrogendir. Görürsün, hidrogen. Ona görə mövcud olmayacaq sistraz, yəni fəzli izomerliyi doğru deyil istəyirdir. Bizdən cavabımız elədir, Y variantı. 108-də nə deyir? Deyir, həcmi 44,8 litr olan etilin tərkibini kütləcə 3,2% brom saxlayır, məhlulu rəngsizləşdirir. Bromlu suyun kütləsini qramla hesablayın deyir bizə, düzdürmü? Baxın, etilenimiz nədir? C2H4-dür. Və mən bunun üzərinə brom 2 gəlirəm. Reaksiyamızı yazaq. Alınır C2H4 brom 2. Düzdürmü? İndi baxın, deyir 4,48 həcmi 4,48 litrdir. 4,48 litr, bilmirəm nə qədər brom, x brom, amma özü 1 molda axı, 1 molda 22,4 litrdir. Yəni 22,4 litrinə də bromun kütləsi burada verib 160. Yazdım, 160. 4,48 x-dır, 22,4-ə 160-dır. X də buradan eləyir 32 qram. Nə tapdıq? 32 qram biz brom 2 tapdıq. İndi deyir ki, 3,2% bromdur. Yəni bu 32 qramın 3,2%-dir. Bəs o zaman 100%-im nə qədərdir? X. Düzdür mü? Buradan x-imiz eləyir 1000.
Cavabımız oldu 1000, yəni C variantı. 109-dur. Buranı silək. Deyir ki, 2 metil butenə buten 1-ə H+ ilə təsir etdikdə əsasən hansı maddə alınır? 2 metil buteni gəlin çəkək və buten deyir 4 karbon və buten 1 deyir birincidən 2 qat çıxartdım. İkincidən də metil çıxartdır, yəni CH3 çıxartdım ikincidən də və gəl hidrogenlərini tamamlayaq. CH2, bura 1 CH2, bura 1 CH3 və üzərinə nə deyir? H-xlor deyir. Və biz H-xlor gələndə əlbəttə ki, 2 qat olan yeri işarə eləyirdik və hidrogeni çoxa birləşdirdik, pi də qırılırdı. Baxın, hidrogen burada çoxdur da, ona görə bura yazıram CH3. Bir hidrogeni buna gəldim. Pi qırıldı, bura karbon, aşağı CH3, eyni zamanda bir dənə də flor yazdım. Yəni, davamda köçürəm oldu kimi CH2, CH3. Düzdürmü? Alınan maddəmiz aşağıdakı maddədir. Görək o harada qeyd olunur. Bax, bunu çıxararam. CH3, C-xlor, CH3. Aha, bax, 109-da deməli cavab C variantıdır. C-də qeyd olunur. Xlor yanına yazılır. 110 baxaq. Deyir ki, alkenin tam yanmasından 2 litr karbon dioksid ayrılarsa reaksiya neçə litr oksigen sərf olunar. Alken yazıram CnH2n və mən bunu yandırıram. Yəni üzərinə oksigen gəlirəm. Nə alınır? Karbon qazı və su alınır. Düzdürmü? Əmsallaşdırırıq. Bura n isə bura n yazıram. Bura 2n isə yenə bura n yazıram. Burada olur 3n böl 2. İndi baxın. Biz deyir ki, tam yanmasından 2 litr karbon dioksid ayrılarsa. Yəni 2 litr karbon dioksid bu N2 deməkdir. Onda 3n bölü 2-ni tapaq. 3-ü vuraram 2-yə, bölərəm 2-yə. Cavabım eləyər elə 3. Ona görə cavabım elədir Y variantı. Baxaq buradan 111-ə. Nə deyir? 2 metil buten 1 molekulunda neçə sigma rabiti sp3 hibrid orbitalların s orbitallarla örtülməsi hesabına yaranır. İndi gəlin biz 2 metil buten 1-i çəkək. Bax, buten 1-dir deyə birincidən 2 qatı çıxartdım, 4 karbonu düzdüm. İkincidən də metil çıxardıram, yəni CH3 çıxardıram. Bura olur CH2, bura olur CH2, bura olur CH3. Düzdürmü? İndi gəlin sp3 aspektləri qeyd eləyək. Bu olur sp2, bu olur sp2, bu olur sp3, bu da olur sp3, aşağıdakı CH3'ümüz də olur sp3. Bizə deyir ki, sp3 orbitalının s orbitala örtülməsi hesabına əmələ gəlibdir. Yəni sp3-dəki s-lərə baxın. Burada 2 dənədir. Burada 3 dənədir. Burada 3 dənədir. sp3-dəki s hidrogen deməkdir. Hidrogenin sayını tapdıq. 3-ün üstünə 3, 6 üstünə 2, 8. 111-ci sualda oldu cavabımız Y variantı. İndi gəlin 112-yə baxaq. İndi burada bizə 3 metil buten deyir. Buranı sileyim. Aha, 3 metil buten 1. Yenə 4 karbonu düzürəm. Düzdürmü? Və buten 1-dir deyə birincidən 2 qatını çıxardıram. Üçüncüdən də CH3 çıxartdım. Düzdürmü? İndi hidrogenləri tamamlayıram. CH2, bu CH, bu da CH, bu da CH3. Və sp2-lərini qeyd eləyək. Bu sp2-dir əlbəttə ki. Bu sp2-dir. Bu da sp2-dir. Bu sp3-dür. Bu da sp3-dür. Bu da sp3-dür. Bizə deyir ki, sp3 hibrid orbitalın bir-birin ötürülməsi ilə. Bax, bu sp2, sp3-dir. Bu sp2, bax, xətt sp2, sp3-dür. Bu amma sp3, sp3-dür. Bu da sp3, sp3-dür. Deməli, 2 dənə oldu. Biri bura, biri də bura. Düzdürmü? Ona görə cavabımız elədir 112-də Y variantı. 113-ə baxırıq. Deyir, buten 1 molekulunda. Bax, buranı silirəm. Buten 1. 4 karbonu çəkirəm. Bunu silək.
Aha, 4 karbonu çəkirik. Buten 1 deyil, birincidən 2 qatı çıxartdıq. Tamamlayırıq. CH2, CH, CH2 və CH3. Düzdür. Gəlin SP2, SP3-ləri qeyd edək. Bu SP2-dir, bu da SP2-dir, bu SP3-dür, bu da SP3-dür. Bizə nə deyir? Deyir ki, SP3 və S orbitallarının ötürülməsi ilə yaranmışdır. Düzdürmü? SP3, S. Yəni SP3-dəki hidrogenlərin sayı deməkdir. Düzdürmü? Burada 2 dənədir SP3-də, burada 3 dənədir. 2 üstə gəlir 3, cəmi elədi 5. İndi baxaq 114-cü suala. Buten 2 molekul deyir bu səfərdə. Aha, buten 2 molekul deyir, düzdürmü? Və onda biz 4 karbonumuzu düzək. Buten 2-dir, ikincidən 2 qat çıxartdım, tamamlayıram hidrogenləri. CH2, CH, CH və CH2. SP2, SP3-ləri qeyd edirəm. Bu SP3-dür, bu SP2-dir, bu da SP2-dir və bu da SP3-dür. İndi baxın, deyir SP2, SP3 və SP2, S orbitallarının örtülməsindən yaranan sigma rabitələrinin ümumi sayı. Bir SP2, SP3, bax, bir SP2, SP3 istəyir. Bir də SP2-dəki S-lərin sayı. Aha, indi gəlin sayaq. Bax, SP2, SP3, bax, bir buradadır. Bir də buradadır. Oldu neçə? 2. Düzdürmü? Və SP2-dəki S-lərə baxıram. Bax, bir hidrogen burada da yazılmayıb. Bir hidrogen də buradadır. Neçə oldu? 2. Bu da 2-dir. 2, 2 cəmi elədi 4. İndi baxırıq 115-ə. 115-də nə deyir? Bax, deyir ki, CH3, CH2 klor. Düzdürmü? Üzərinə 2-dən natrium gəlib. Aha, 2-dən natrium gəlib və X alınıb. Sonra ondan CH6-ın çıxıb, bizdən də Y istəyir. Tamam mı? İndi deyir, Y maddəsi üçün nə doğrudur? Y maddəsi üçün nə doğrudur? Birinci, buranı silirəm. Natrium və bu virus reaksiyası. Natrium klor götürür və CH3, CH2-nin eyni salınır. Yəni, X-imiz budur, bax. CH3, CH2, yenə bir dənə CH2, bir dənə CH3. Bu X-ı virüsdən aldıq, düzdürmü? Bu oldu bizdə X. İndi Y-ə baxırıq və bundan da CH6-nı çıxmalıyıq. CH6-nı çıxmalıyıq. Yəni, ümumiyyətcə, X-i qapalı şəkildə yazsaq, görürük ki, C4H10-dur. C4H10-dur, yəni qapalı şəkildə. Bir dəqiqə sileyim. Bu X-im C4H10-dur. Bundan da CH6 çıxanda qalır CH4. CH4, yəni etilin. Yəni, bax, açıq şəkildə də yazıram. CH2, CH2. İndi baxın, nəyi soruşur bizdən? Doğru olanı soruşur. Xətti quruluşudur, xeyir. Yanmır, xeyir, yanır. Suda yaxşı həll olmur. Cis-trans izomerdə yoxdur. Çünki baxın, radikallar eyni, hidrogen, hidrogen. Ancaq 5 sigma 1 pi rabitəsi var. Niyə? Çünki deyir, alkenlər hamısının bir pisi var və 5 sigmanı daxartını aldıq. Ümumi atom sayının bir vahid az sigma sayını göstərir. 4 ilə 2, 6, 6-dan 1 çıxdıq, elədi 5. 115-də cavab elədi Y variantı. 116-da etilinin hidrogen xloridlə reaksiya məhsulunun natriumla təsir etdikdə hansı maddə alınır? Yəni, bir dəfə Markovnikovu deyir, yox, ya, Markovnikovun sonra aldığın üzərinə də natrium gəl virus elə. Onu istəyir bizdən. Bax, etilin nədir? CH2, CH2, düzdürmü? Bax, yazdım. CH2, 2 xətt, CH2. Üzərinə H xlor gəlirəmsə,
birini hidrogen birləşdirən, birinə xlor. Yəni CH3 tək xətt, CH2 nə? Xlor. Sonra mən bunun üzərinə natrium gəlirəm, vürsəm. Natrium xloru götürür və güzgü əksi alınır. Yəni CH3 CH2 yenə CH2 nə? CH3. Bu da nədir? Normal butandır uşaqlar. 4 karbonlu normal butan. Gəlir 117. Su ilə reaksiya daxil olan maddələr. Yəni dəmir su ilə girib əlbəttə ki, dəmiri CO4 verir. Düzdür, bir də hidrogen alınır. Alüminium 4C2, alüminium karbid su ilə girəndə uşaqlar, deməli bizdə metan alınır da, metan. CH4 metandır. C2H4 da su ilə girəndə C2H5OH alınır. O da D variantında qeyd olundu. 118-də eyni sayda karbon atomu olan alkanlarla alkenlərin sigma rabitələrinin fərqini müəyyən edin deyir. Düzdürmü? Alkanların formulu CnH2 plus 2-dir. Yazıram. CnH2 plus 2-dir. Bu alkanımızdır bizim. Alkenlərimiz də CnH2-dir. Sigma rabitə hərəsinin atomundan, ümumi atomdan bir vahid az. Yəni bunun sigması eləyəcək 3n plus 1. Bunun sigması da eləyəcək 3n, biri də az, 3n minus 1. Sigma rabitələrin fərqi, yəni 3n plus 1-dən çıxırıq 3n minus 1-i. Düzdürmü? Olur 3n plus 1 minus 3n plus da 1. Mötərizən açısında qabaqdakı mənfi ilə. Bunlar getdi, qaldı. Bizdə cavab 2. Deməli, cavabımız oldu D variantı. 119-da alkanlar və alkenlər üçün hansı ifadə doğrudur deyir. Ümumiyyətcə, yanı məhsullar eynidir, bəli, çünki doğrudur deyir də bizdən. Yanı məhsullar eynidir, bəli. Niyə? Çünki yanında hər ikisindən karbon qazı su alır. Çünki hər ikisi karbohidrogendir. Çünki hər ikisinin tərkibində karbon və hidrogen var. Ona görə yanında ikisindən də karbon qazı və su alınır. 120-də molekulun qeyri-polyar sigma rabitə sayı eynidir, molekulundakı atomlar sayı. Bax, qeyri-polyar kovalent rabitə nə deməkdir? Yəni ki, karbon-karbon sigma. Bax, bu karbon-karbon sigma deməkdir. Karbon-karbon sigma da ümumi karbonun sayından bir vahid az olur. Yəni deməli, n almışamsa bir vahid az, deməli bu n plus 1 imiş ki, bir vahid az n eləyir. Deməli, karbon n plus 1 imiş ki, bir vahid az n olur. Hidrogenimiz də alkendir, düzdürmü? 2 dəfə çox olur 2n plus 2. İndi baxın, ümumi atom sayını istəyir, düzdür? Heç n plus 1 üzərinə 2n plus 2 gəlirik, eləyir 3n plus 3. Cavabım da elədir B variantı. Bax, 121-də bizi əziyyətə salmayıb. Elə karbon-karbon sigmanın özü deyil. Deməli, n plus 1 imişdir. Deməli, bu n plus 2 imiş ki, bir vahid az n plus 1 eləyir. Bunu da 2-yə vuraq, eləyir 2n plus 4. Yəni, ümumi atom sayını istəyir. n plus 2 ilə 2n plus 4 toplayıram. 3n plus 6 edir. Cavabımız B variantı. 122-yə baxırıq. Nə deyir? Təmin balacalandırın. Aha, bax, CnH2, yəni alken deyir bizə. Alkenin üzərinə gəlib nə? H-xlor, düzdürmü? H-xlor gəlib və X alınır. Bir alken molekulunda n yerinə 4 durarsa, yəni n-imiz C4H8 olarsa və mən bunun üzərinə H-xlor gələrəmsə, nə alınır buradan? Alınar C4 birləşmə reaksiyasında H9 xlor, düzdürmü? X-in izomerini göstərin deyir. İndi gəlin baxaq. 1, 2, 3, 4 karbon var, amma 2 xlor var. A getdi. B-də 1, 2, 3, 4 karbon var, 1 xlor var. Elə cavab B-dir. İndi gəlib digərlərinə baxaq. 1, 2, 3, 4 karbonu var, amma 2 xlor var. Bu da getdi. D-də 1, 2, 3, 4, 5 karbon var. Bizə 4 lazımdır. Getdi. Burada 1, 2, 3, 4 karbon, 2 xlor var. Bu da getdi. Gəldi 123-ə. Deyir ki, ben sileyim. Aha. Deyir 2 metil propen molekulunda sp3s örtülməsi nəticəsində yaranmış rabitələr molekulundakı ümumi rabitələrin neçə faizini təşkil edir deyir. Düzdürmü? 2 metil propen yazıram. Bax, propen 3 karbon
Birindən də 2 qat çıxartdım, ikincidən də CH3 çıxartdım, düzdürmü? Bu öz qaydasında. İndi baxın, hidrogenləri tamamlayıram. Buraya yazıram CH2, burada bir CH3. Aha. İndi baxın, sp2, sp3-ləri qeyd edək. Bu sp2-dir, bu da sp2-dir, bu sp3-dür, bu da sp3-dür, düzdürmü? İndi bax, bizə deyir ki, sp3-dəki s örtülməsi nəticəsində, yəni sp3-dəki hidrogenlərin sayına baxırıq. Bax, burada da bir bu sp3-dür, bir bu. Burada da 3 hidrogen var, burada da 3 hidrogen var. Ümumi 6 hidrogen. Bəs ümumi rabitə nə qədərdir? Ümumi rabitə biz bilirik ki, burada 4 karbon var. 4 karbonun alkenimiz C4H8-dir. Buradakı ümumi rabitə deyir, yəni sigma pi fərqi yoxdur. Ümumi rabitə sigma ilə pi'nin cəmidir. Sigmamız 11'dir. Niyə? Ümumi atomdan bir vahidəz 11. Bir dənə də pi'si var axı. Üstünə gəldik, elə 12 rabitə. 6-ını 12'yə bölürük, 100'ə vururuq. Bu da eləyir bizdə 50%. Cavabım da elədi D variantı. İndi baxaq 124-cü suala. 124'də nə deyir? Deyir ki, ən az karbon atomlu olan və bir asimetrik karbon atomu olan alkenin H-xlor reaksiyasının alınan əsas məhsul nədir? Bax, deyir həm ən az karbon atomu olsun, həm də bir dənə asimetrik karbon olsun, düzdürmü? Bax, asimetrik karbonu biz belə göstəririk, başında ulduzla. Aha. Və ən az karbonumuz və asimetrik karbonların radikalları müxtəlif olur. Tamam mı? Radikalları müxtəlif olur. Və məsələn, birinə mən deyə bilərəm, məsələn, CH3 deyərəm, düzdürmü, az olmaq üçün. Birinə metil deyirəmsə, birinə etil deyərəm. Çünki radikalları müxtəlif olmalıdır. Bura deyirəm etil. Sonra, və burada bir 2 qat çəkək. Bax, belə. CH2 xət. CH. Aha. Və bunun üzərinə gələk H olur. 1, 2, 3. Burada bir H deyirəm. 4'ə müxtəlif olmalı. Bura bir H deyirəm. Yəni yanı da yaza bilərəm. Yuxarı yazdım. Və gəlirəm üzərinə H olur. H olur gələndə hidrogen 2 qatda hidrogeni çoxa birləşir və bura birləşdirəcəm. Alınır, bax, alınan yazıram, CH3, pi qırılır, CH, niyə belə olur? Hə, CH aşağısına bir xlor, bura bir karbon, yanına hidrogen əlbəttə ki, aşağısına CH3, sağa bir CH2, onda yana CH3. İndi adlandıraq. Adlandırıram 1, 2, 3, 4, 5. Bax, ikincidən xlorçusu, üçüncüdən metil. 2 xlor, 3 metil. Görün hansı variantdadır. Aha, bir A-da var, bir də Y-də var. Və əsas səncəli 5 karbon, o da pentandır. Yəni cavabımız elədir Y variantı 124-də. 125-də həmin qaydada, amma yenə də gəlin yazaq. Bir asimetrik karbon olsun, ən az karbon atomu olsun və hidratlaşdıraq. Yəni üzərinə su gəlir. Yenə bir asimetrik karbon atomu götürürəm. Bunun birini yazıram metil CH3, birinə CH2, CH3 yazıram. Bir də alken olmaq üçün bir dənə pisi olmalı daxil. Onu yazıram CH2, şəxət CH. Burada bir hidrogen gəlir və hidratlaşma üzərinə su gəlməkdir. Yenə birini hidrogen, birini OH birləşdirirəm. Hidrogen yenə hidrogen çoxa birləşir. Baxın bu hissəyə. Hidrogen çoxa birləşdirdim. CH3 pi qırıldı. CH aşağıya bir OH və olduğu kimi köçürürük. CH, CH3 davamını CH2 CH3 adlandıranda deyirik üçüncüdən metil çıxır və pentanol 2. Niyə? Çünki baxın 1, 2, 3, 4, 5. İkincidən çıxıb deyil, pentanol 2 deyirik buna. O da oldu cavabımız 125-də.
C variantı. Baxaq 126-cı sual. Nə deyir? Deyir ki, C2H4 və X mol CO2 qarışığını tam yandırmaq üçün 6 mol oksigen sərf olunur. Düzdürmü? Son qarşıda karbon qazının mol sayını müəyyən edin deyir. Baxın. Yazıram C2H4. Düzdürmü? Bir də yazıram. Bunun üzərinə gəlirəm. Oksigen yandırıram axı. Alınır karbon qazı və su. Düzdürmü aşağı? Əmsallaşdırıram. Bura 2 yazıram. 4 var deyə burada 2 yazıram. Burada bir 3 yazıram. İndi bax. Deyir ki 6 mol oksigen sərf edir. Ona görə oksigenin başına yazdım 6. 6 oksigen. Bilmirəm nə qədər karbon qazına bir A deyək. Tamam. Ancaq 3 oksigenə reaksiyanın özdə 2 karbon qazıdır. A'mız da buradan eləyir 4. Bu öz qaydasında. Və X molda CO2 var idi. Mən 4-də tapdım. X var idi. Üzərinə 4 gəldim. 50 X üstə gəl 4. İndi baxaq 127-yə. 127-də. Deyir ki, CnH2 formuluna uyğun alkenlə maksimum neçə mol xlor birləşmə və əzitmə reaksiyasını daxil ola bilər. Aşağılar. Hidrogenin sayı qədər əvəz etməyə daxil. Bax, H sayı qədər bu əvəz etməyə gedir. Yazıram H sayı qədər əvəz etmə. Ancaq birləşmə pi sayı qədər. Bax, bunu qeyd edin. Yaxşımı? Pi sayı qədər birləşməyə gedəcək. Deməli, əvəz etməyə H sayı qədər, birləşməyə pi sayı qədər. İndi baxın, birləşmə pi sayı qədər 1 pisi var. Ona görə 1. Əvəz etməyə də hidrogen sayı qədər 2 hidrogen var. Üzərinə gələm 2. 2-nin üstə gəl 1. Cavabım elədir B variantı. Bu qədər. 128-ə baxırıq. Alken. Buranı silməliyəm. Alkendir X-dır. Molekulun sigma rabitə sayı 11-dir. Molekulun da sp3 hibrid orbitallarının sayı da Y-dir. Ümumiyyətcə, gəlin sigma ilə biz alkeni tapaq görək ki, hansı alkenimizdir. Deməli, aşağılar. Alkenim CnH2-dir. Tamam mı? Alkenim CnH2-dir. 3-in minus 1 qədər sigma rabitə sayı var alkenlərdə. Ümumi atomdan 1 vahid az. Onu da bərabərləm 11-ə. 3-in bərabər 12-yə, n də bərabər eləyir 4. Deməli, ümumi formulum C4H8 imiş. Düzdürmü? Məndən sp3 hibrid orbitallarının sayını soruşur. Və alkenimi tapdım C4H8. Baxın, bu 1 olsa da, yəni fərqi yoxdur da, necə yazın? Yəni, butin 1 də ola bilər, butin 2 də ola bilər. Mən butin 1 yazdım. Hidrogenləri tamamlayıram. CH2, bu CH, bu da CH2, bu da CH3. Düzdürmü? Biraz təhlükəsiz ola bilər. İndi bizə deyir ki, sp3 hibrid orbital sayı. Bu sp2-dir. Aşağıdan yazıram. Bu da sp2-dir. Amma bunlar sp3-dür. Deməli, bizim 2 dənə sp2-miz var, 2 dənə də sp3-miz var. Amma bizim sp3-dəki hibrid orbitallarının sayı soruşur. sp3 2 dənədir, düzdürmü? Ümumi formumuzda C4H8-dir. 2 dənə də sp3, birində 4, ikincidə 4, 4, 4, 8 edir. C4H8 və 8 cavabımız elədir D variantı. Baxaq 129-a, buranı silirəm. Nə deyir? Tamam, böldüm. Gözəl göyçək böyükdür. İndi izah edəcəm. Bax, deyir ki, fəza izomerliyindən söhbət gedir. Fəza izomerliyi cis-trans izomerliyi deməkdir. Bax, cis-trans fərqi yoxdur. Eyni şeydir. Biz dedik, cis-trans izomerliyi nə zaman gətirir? Bax, gətirəni soruşur. Fərqli radikal olarsa. Gəl birinciyə baxaq. Bax, bura baxaq. 2 qat olan hissəyə.
Görürsünüz yenə hidrogenlə birləşdirildi. Yəni ikisi də hidrogen olmazdı. Amma buna baxaq. Burada yenə ikisi də hidrogendir. Ona görə buna çıxartdım. Burada amma baxın, birinci gəlin sağ tərəfi, sol tərəfə baxaq. Və görürsünüz bir hidrogen birləşdirib, bir metil birləşdirib. Yenə bir hidrogen, bir metil. Yəni müxtəlifdir. Ona görə 2 götürün. Burada yenə həmin şəkildə. Bir hidrogen, bir metil, bir hidrogen, bir etil. Yəni baxın, bura baxırsınız və bir ayrıca bura baxırsınız. Bir də ayrıca bura baxırsınız. İkisi də müxtəlifdir. Hidrogen, CH3. İkisi də müxtəlifdir. Bir karbona fərqli hidrogen, fərqli CH3. Yenə bir karbon, fərqli hidrogen, fərqli CH5OH. Ona görə bu da fəza və sis trans izomerliyə əmələ gətirir. 3-lə 4 cavabım elədi Y variantı. 130-da kalium permanganatda suda məhlulu rəngsizləşdirib doymamış karbohidrogenlər. Yəni alkanla sikloalkanlar çıxar. Ümumiyyətcə alkanlardan sikloalkanlar doymuşdular da. Yəni alkanı çıxar. Çünki alkan CNH2 plus 2-də axı. Amma sikloalkan yəni alkanla eyni quruluşdadır, yəni seçə bilməyəcək. Məsələn, C5H12-ni çıxaram, çünki bu alkandır. C4H10-u çıxaram, alkandır. C2H6-nı çıxaram, alkandır. Buradan CH4 metan çıxaram, alkandır. Ona görə qalan cavabım 130-da B variantı. 131-ə baxıram. Deyir, hansı reaksiyalardan etilin alınır? Düzdürmü? Birincidən alınacaq. Niyə? Çünki 600 dərəcədə parçalananda C2H4-lə hidrogen alınır. Bunu biz alkan dərsdə keçmişdik. Yəni CH4 etilindir. Birincidən alındı. İkincidən də alınır. Düzdür. CH3-ün eynisini yazıram. Olur C2H6. Yox, üzrsən. CH6 etilen deyil, etan. Ona görə bunu çıxdım. Buradan alınmır. Crackingdən alınır. Çünki bir alınacaq C2H4, yəni etilen. Bir də alınacaq CH6, yəni etan. Amma alındı da CH4. Ona görə 2 də götürür. 500 dərəcə buradan alınır yenə C2H4 və H2. Ona görə 4-ə götürəm. Oldu cavabım 1, 3, 4, A variantı. 132-də hansı maddə adi şəraitdə kalium manqan-O4 məhlulu rəngsizləşdirir? Dedik ki, biz doymamışdır. Yəni alkenlər götürə bilər və bu 7 variantında propeni görürüm. Yəni pir rabitəsi varsa bu kalium manqan-O4 məhlulu rəngsizləşdirir. 133-də buten 1-in sulfat turşusunun iştirakı ilə su ilə reaksiyasından əsasən hansı maddə alınır deyir. Düzdürmü? Baxın, buradan yazaq. 133. Buten 1 deyir. Deməli 4 karbon yazdım və birincidən pirini çıxartdım. Və hidrogenlərini tamamlayıram. CH2, CH, CH2, CH3. Su ilə reaksiyası deyir deyə üzərinə mən su gəlirəm və neyinir? Bura CH3 olur, yəni pi qırılır. Bura CH, aşağısına bir OH, bura bir CH2, bura bir CH3. Hidrogen çıxır, OH da aza birləşdiririk və adlandıranda əlbəttə ki, nə olur? Butan olur ki, çünki OH ikinci karbondan çıxır və OH birləşən karbon 2 karbondan birləşir. Hansı maddəsiz trans izomerləri var? Yəni radikalları müxtəlif olmalıdır. Baxaq C variantına. Görürsünüz bax bu hissəyə. Ümumiyyətcə burada bu şəkildə baxılır. Pi olan hissədən baxın. Pi olan hissə burada və bir bura ayrıca baxmalısınız. Görürsünüz bura biri xlordur, biri CH3-dür. Bir də bu hissəyə ayrıca baxmalısınız. Baxın, biri xlordur, biri etil. Görürsünüz müxtəlifdir ikisi. Ona görə C-ni götürürsünüz. Amma burada ikisi də CH3-dür, ona görə heç götürmürsünüz. Biri belə eyni olsa götürməyin. Məsələn, burada ikisi də hidrogeni götürmürük. Buradan ikisi də hidrogeni götürmürük. Ona görə qaldı cavabımız C variantı. Baxaq 135-ə. Nədir? Buten və butan qarışığında buteni hansı maddənin üstə məhlulu fərqləndirmək olar? Əlbəttə ki, kalium permanqat. Niyə? Çünki butan kalium permanqat rəngsizləşdirmir. Çünki pir rabitəsi yoxdur, amma buten rəngsizləşdirəcək. Yəni elə bir maddə götürməlisiniz ki, birində olsun, birində yox.
Yəni birindən reaksiya girsin, birindən yox. Ki onu biz fərqləndirə bilək. Hansı reaksiyadan doymamış karbohidrogen alınmaz? Doymamış karbohidrogen alınmaz. Baxın A'dan alınır. Çünki alken alınır. Bromlar yanaşıdır. Bromları götürəcək bu zink və ortaya bir pi düşəcək və doymamışdır. Doymamışda da pi olur zaten. Hansından pi alınırsa, yəni pili birləşmə, o doymamışdır. Və B'yə baxıram. B'də nə alınır? Niyə? Çünki gördüyünüz kimi burada C3 H8'dir və buradan biz alken ala bilərik. Ona görə B'ni çıxartdıq. C3H7OH-dan dehidratlaşmasına C3H6 alınır uşaq. C3H6 alınır. Dehidratlaşmasından su çıxır. Suyla yeni alken alınacaq. D-dən alınmır. Niyə? Çünki D-dən uşaqlar natrium OH-ın suda məhlulu gəlir. Bax, D-dən Y-yə baxın. Birini spirtdə məhlulu, biri suda məhlulu. Biz spirtdə məhlulun alken alırıq. Yəni doymamış alırıq. Ancaq natrium OH-ın suda məhlulun almırıq. Buradan doymuş bir atomlu spirt alına görə D variantı alınmaz. 137-də deyir ki, buradan silim. Bir-birinə izomer olan sikloalkan, tamam bilirik bunu və alkenin nisbi molekul kütlələrinin cəmi 84-ə bərabərdir. Alkenin molekul formulunu müəyyən edin deyir bizə. Aşağı bir mən quruluşları ikisi də CNH-gendir. Yazıram CNH-gen. Düzdürmü? Üzərlərinə nə gəlirəm? Üzərlərinə heç nə gəlməyimizə ehtiyac yoxdur. Çünki hər ikisi CNH-gendir. Yəni bu da CNH-gendir. Alken də sikloalkandır. İkisi də CNH-gendir. İndi baxın, hər ikisi də 14 endir. Bu da 14 endir. Bu da 14 endir. Düzdürmü? Cəmi də bərabərdir neçəyə? 28-ə. 28-ə. Və cəmi 84-dür. Yəni bu 28 bərabərdir 84-dür. Buradan elim eləyir neçə? 3. Deməli, ümumi formulum nəymiş? C3H6-ymış. Cavabım elədir B variantı. İndi baxaq 138-ə. İndi deyir ki, alkenin florla birləşməsindən alınan maddənin nisbi molekul kütləsi 113-ə bərabərdir. Alkenim nədir? CNH2. Düzdürmü? Xlorla birləşməsi deyir, üzərinə xlor 2 gəlirəm. Nə alınır? C birləşmədə bu. H2 xlor 2. Düzdürmü? Və bunun kütləsi deyir ki, CNH2 xlor 2-nin kütləsi 113-dür. Biz nə eləməliyik deməli? CNH2 14 endir, düzdür. Xlor 2-yi də 35-15 2-yə vurarıq, eləyər 71. Bərabərdir 113-ə. Bu enim də buradan eləyir deməli 3. Niyə görə? Çünki sağla solun cəmi bərabər olmalıdır. Əgər sağım 113, sonra bax, mən sola baxıram. 14 endir, bu da 71-dir. 14 dənə 71-in cəmi onda 113-ə bərabər eləyirəm. En də buradan eləyir 3. Deməli, ümumi formulu nəymiş? C3H6-ymış. Cavabım elədir D variantı. C3H6. Baxaq 139-a. Lövhəni silirəm. 139-da nə deyir? Deyir, etilenin yüksək təzyiq və katalizator iştirakı ilə su buxarla təsir etdi. Əmələ gəlin oksigenli üzvü birləşmənin molekul kütləsini hesablayın. Yəni, bax, etilenim yazıram. C2H4-dür. Və bunun üzərinə su gələndə biz bilirik ki, nə alınır? C2H5OH alınır. Düzdür. C2H5OH alınır. Bu oksigenli üzv birləşmədir. Üzərinə su ilə gəlməklə alınır. İndi baxın, C2H4-ün kütləsi 28, özümüz hesablayırıq. 2 karbon 12, 12-ni 2-yə vuram. 24 üzərində 4 gələm, 28. Su da 18-dir uşaq. 16-nın üzərində 2, 18. Bərabər eləyir bunun kütləsinə. Bilmirəm bunun kütləsinə qədərdir. X-im də buradan eləyir 46. Heç siz onu belə də tapmasınız. Belə C2H5OH-ın öz emerini də tapa bilərsiniz uşaqlar. C2H5OH-ın birbaşa
öz emerində tapa bilərsiniz. Cavabımız da elədir 46, yəni D variantı.